Salam hörmətli tamaşaçılar. Hər birinizi xoş gördük. Xüsusi gündəm efirdədir. Bu dəfəki mövzumuz 19 il Bakı Dövlət Universitetinin rektoru işləmiş Abel Məhərrəmovun müşləri sərvəti ilə bağlıdır. Hesablamalara görə onun dəyəri nə az, nə azacıq, təxminən 1 milyard dollardır. Uzun müddət Ramiz Mehdiyevin kölgəsində olmuş, hətta onun sağ əli olduğu deyilən bir şəxsdən, akademikdən və rektordan danışırıq. O, uzaq başı 19 il ərzində aylıq 2000 manat maaş alıb və bu rəqəmi 19 ilə vuranda təxminən 456 min manat eləyir. 19 il ərzində yeməyib, içməyib, bir nimdaş kostyumla və ya palto ilə ömrü yola versəydi, bu müddəti başa vursaydı, heç yarım milyon eləmirdi. Amma yarım milyard nədir? Düz 1 milyarda yaxın bu adamın sərvəti var. Necə yığıb? Təbii ki, qanadlarını, kölgəsini Ramiz Mehdiyevin qanadlarına söykəyib, qanadlarının altında gizlənib. Xatırlayırsınızsa bir filmimiz var. Orada deyir ki, Maif Qasımın yaxası medal üçün qəribsiyəndə kükrəyirdi, nərildəyirdi. Və Abel müəllim də Ramiz Mehdiyevin sayəsində öz yaxasından nə az, nə azacıq, düz 43 medal asıb, fəxri ada layiq görülüb. Bu elə-belə daydaylıq deyil ha. Sən demə, rektorların da dayday olurmuş. Özü də elə-belə dayday yox. Ölkənin uzun illər 3-cü adamı olmuş şəxs ona daydaylıq eləyirmiş. Hər halda iddialar belədir. Gəlin, Abel müəllimin sərvəti ilə daha yaxından tanış olaq. Bir daha xatırladım ki, bu sərvəti ilk dəfə onun həmkarı Gülər xanım Əhmədova öz sosial şəbəkəsində, profilində açıqlayıb. Getdik. Deməli, Abel müəllimin sərvətlərinin əlahəzrət siyahısı belədir. Elfara Hotel Nabran ailəvi istirahət mərkəzi 200 hektar ərazidə 61 milyon manat dəyərində. Biz buradan deyirik, siz hesablayın və şərh bölməsində yazın. Görək axırda məbləğ neçə eləyəcək. Ümumiyyətlə, qızı İzabellanın adına qeydiyyatdan keçirib və Abel müəllimin şəxsi mülkü sayılır. Mona Lisa Bakıda ən bahalı məşhur şadlıq sarayıdır. Dəyəri nə az, nə azacıq, 12 milyon manatdır. Ünvanı Nərmanov Yusif Vəzir Zəminli küçəsindədir. Üçüncü, qızının adına verdiyi İzabella Şadlıq Sarayı. Bakıda Elmlər Akademiyası metro stansiyası yaxınlığında dəyəri 23 milyon manatla ölçülür. Elmlər Akademiyasından söz düşmüşkən, bizim bu akademik Abel Məhərrəmov uzun müddət iddia eləyirdi ki, Bakı Dövlət Universitetində 1 manat da rüşvət yoxdur. Bəs bu kimin pullarıdır? Fağır fuqaranın imtahandan keçmək üçün gətirib 5 manat, 3 manatını verən, toyuğunun yumurtasını, qapısının quzusunu satan insanların əlinin, qabarının pullarıdır. İndi Şadlıq Sarayı libasında, nə bilim, Porsche Cayenne libasında gəlib qarşımızda durub. Nəysə, gedək. Bakıda 11 müxtəlif ərazidə spa idman salonlarından əldə olunan gəlirlər, hər birinin dəyəri 4 yaxud 7 milyon manat civarında ölçülür. Sahil Ticarət Mərkəzində ən bahalı Ramsey mağaza, İtaliya, Türkiyə istehsalı olan brendlər və kişi kostyumları burada satılır. Ümumiyyətlə, bu şəbəkədir, yəni mağazalar şəbəkəsidir. Abel Məhərrəmovun şəxsi avtomobil qarajında dünyanın ən müasir son model avtomobillərinin siyahısı ilə tanış olaq, hörmətli tamaşaçı. 1. Lamborghini, qiymətini özünüz bilirsiniz. 2. Bentley. 3. Porsche Cayenne. 4. Land Rover, ən yetim elə budur. Mercedes AMG, son model, üstəlik zirehli. Aki, sən kimdən qoruyursan? 1 milyon 800 min manat avro dəyərində ölçülür bu zirehli avtomobilin qiyməti. 6. Audi Q7. Audi Q8, son model, qiyməti 450 min manat Süleyman Peyğəmbərin dəsti xətti ilə. O filmdə deyildiyi kimi. 8. Mercedes Galinwagen, qiyməti 250 min manatla ölçülür. Daha doğrusu avro ilə, üzrü sayın. BMW X6 son model, qiyməti 200 min avro. BMW 760i,
və yaxud da ay. Qiyməti 400.000 avro. Abel Məhərrəmova məxsus olduğu iddia olunan mülklərin siyahısına keçir indi də. Binəqədidə Varovski deyilən ərazidə 2 villa. Hərəsini çox demirəm, elə 200.000 manatdan vurun. Quba rayonunda 1 villa. Yəqin ki, bu kurort zonalardadır və onun da dəyəri hər halda ən azı elə 200-300.000 manat dəyərində ölçülə bilər. Xızı rayonunda 1 villa. Nabranda daha 1 villa. Şuvalan qəsəbəsində də bir villası var. Mərdəkan qəsəbəsində isə villası gəlib gedənlərə acıq verib göz oxşayır. Gözəlliyinə tamaşa duranların sayı az deyil. Ameya yaxınlığında yerləşən Milyonçular məhəlləsində bir villası var. Özü də nə villa? Şahanə, möhtəşəm. İçində quş iliyi, can dərmanı, bir dənə quş südəyisidir. Deyilənlər belədir, ya, iddialar belədir. Biz kimi görməmişik, eləməmişik. Şərifzadə küçəsində yerləşən ev. Qızı Nərminə Sadıqovaya məxsus Qlobus uşaq bağçası. 8-ci mikrorayonda daha bir restoran. Nəriman Nərimanov heykəlinin yanında dəyəri 1 milyon manatdan yüksək olan mənzil. Bir daha qeyd edirəm, verilişin bu yerindən baxan tamaşaçılar üçün ki, bu siyahını onun deputat həmkarı Gülər xanım Əhmədova açıqlayıb. Siyahını biz özümüzdən tərtib eləməmişik. Və Gülər xanım bunları deyir. Hələ də düşünürəm ki, bu adamlarda hansı xüsusiyyət vardı ki, Ramiz Mehdiyev onları düz 30 ildir qoruyub. Statın sonu. Bu adam, yəni söhbət Abel Məhərrəmovdan gedir. Yəqin ki, istintaqa cəlb olunar. Əlahəzrət qanun bu ölkədə şahdır. Şah qanun deyil. Ümumiyyətlə, dünyanın hər yerində qanun şah olub, şah sadəcə qanuna tabi olub. Və bu insanların da şahlığı artıq uzun müddətdir bitib. Həm Ramiz Mehdiyevin, həm Abel Məhərrəmovun, həm də onun ətrafındakıların 30 il ərzində və yaxud da 20 il, 25 il hər nə qədərdirsə qaz vurub, qazan doldurub, vəzifə səlahiyyətlərindən sui-istifadə eləyib, özü də elə-belə yox ha, təxminən milyardlıq və ya ondan artıq sərvətlər yığmaq vətənə ən böyük xəyanətdir. Hətta sən Azərbaycanda təhsilə yox, nəyə başçılıq eləyirsən elə, bir akademikin, bir müəllimin, bir riyaziyyatçının bu qədər sərvət toplaması heç bir etik kodeksə, vicdani dəyərlərə vallahi billahi sığmır. Sən 19 il, daha doğrusu 1999-cu ildən 2018-ci ilə qədər, yəni elə 19 il eləyir, bəli. 19 il ərzində Bakı Dövlət Universitetinə rektorluq eləyəsən və 100 il tarixi olan universiteti dünyanın ən yaxşı 100 universiteti sırasına salmaq əvəzinə az qala ki, özünü 100 ən varlı insanın siyahısına salasan, da deməyə sözüm yoxdur. Vallahi billahi sözüm yoxdur. Və məsələnin bir tərəfi də ondan ibarətdir ki, bu yığılan pullar hamısı kasıbın, küsubun pullarıdır. İstedadlı şagirdləri, istedadlı tələbələri sıxma boğmaya salıb, onları rüşvətə məcbur eləyib, onlardan pul yığıb, özünə cah-calal qurmaq, axırda nə sənə qismət olacaq, nə bir başqasına. Bunu bəndə götürsə də, vallahi Allah götürmür. Və minlərlə insanın üzərində ahı varsa, nə sən o restoranda şad gün görəcəksən, nə o maşında xoş gün keçirəcəksən. Nəfs yaxşı şeydir və sən onu başqa ölkədə yığmamısan. Bu ölkənin sərvətini talamısan. Bu ölkənin ən böyük kapitalı olan insan kapitalını zəhərləmsən. Özü də elə belə şeylə yox, rüşvətlə. Təbii ki, əlahəzrət istintaq, əlahəzrət qanun bunları bir qaydasına qoyacaq. Ona qətiyyən şübhə eləmirəm. Ancaq hələ ki istintaq yoxdur. Bu iddia da deyil. Ola bilsin ki, bu iddialar Abel Məhərrəmov haqqında şayiədir, uydurulub. Ona da bir söz demirəm. Halbuki, əgər Abel Məhərrəmovun deyilsə, o villa kimindirsə, elə onu nəzərdə tuturam.
Amma məsələ burasındadır ki, atalar məsələ var. O da olmayan yerdən tüstü də çıxmır. Əlahəzrət zaman indi hər şeyi göstərəcək. Vaxt indi qanuna, ədalətə işləyir. Hər kəs bir gün etdiklərinə görə cavab verəcək. Qanun şahdır, şah qanun deyil. Sizin də şahlığınız başınıza uçdu. Ramiz Mehdiyev, Abel müəllim, Məhərrəmov. Sağ olun, hörmətli tamaşaçılar. Salamat qalın və videonun şərh bölməsində sizin də əlahəzrət fikirlərinizi almaq istəyərdik və videomuzu da paylaşaraq daha çox insanın qarşısına çıxmasını təmin edə bilərsiniz. Hələlik, özünüzdən müğayyət olun və çalışın, rüşvətdən uzaq durasınız ki, Abel müəllimin, Ramiz Mehdiyevin gününə düşməyəsiniz. Hələlik.